Baldızını qayıran qızı qəhbə Rauf, necəsən? Hə? Quzaq necədir? Hə, ləzzət eləyir. Bir ara danışırdın ki, İlham Əliyev, əmlərin, dayıların ölkəni talan eləyir. Mən buna dözmərəm. Nə oldu? Qəhbənin balası. İndi İlhamla irəli deyirsən, hə? Sənin arvadımın, qızımın dilinin üstünə çiliyim. Üngə. Əvvəl götün şişməmişdi. İbrahim Nehrəmli kimi arvadı qəhbələrdən pul alırdın. Qəhbə arvadvı, qayırdığın baldızvı, o tikdirib ərə verdiyin qəhbə qızvı, İbrahim Nehrəmli kimlərin puluyla yedizdirirdin. İndi birbaşa İlhamın qucağında oturmuşsan. Ay sənin arvadımın, qızvın, gəlinlərvin, bacıvın, anavın dilinin üstünə siliyim. Necədir, ləzzət eləyir? Yaxşıdır qucaq, hə? Qəhbənin balası. Baxat peysərə, göt oğlu göt. Sənin əmdiyin südün içinə salim.